Mən bir müjdə verim oruç tutanların hamısına, hədislərdən istifadə edib bunu deyirəm ki, artıq hamınız bağışlanmısınız. Biz elə bilir ki, Qədir gecəsinə saxlayıblar. Yox, deyir, hilal doğdu, Ramazan ayı göründü, adam niyyətlidir, oruç tutsun, Allahın rəhməti belədir. Allah çək çevirə, yox, sən mən mütləq bir ay oruç tut ki, mən səni bağışlayayım, xeyr. Bu oruç bir mənəviyyat qapısıdır, bir feyz qapısıdır, səni seyrə aparır mənəvi, ilk günündən səni bağışlayır. Mən müjdə verirəm bütün oruç tutanlara ki, bu gündən artıq bağışlanmışsınız, hal-hazırda artıq bağışlanmışsınız. Günahlardan bağışlanmışsınız. Bağışlanmışsınız ki, bu ilkin nöqtədə hərəkət nöqtəsidir. Sən yuxarı getməlisən, sən əvvəldən hərəkət nöqtəsi elə bir yer olsun, hamar, möhkəm bir yer olsun ki, sən buradan başlayırsan, ona görə bağışlanmaqdan başlayırsan, sən elə nəhayət istəyin bu olmaz, ya Allah, mənə bağışla bu ayda. Sən artıq səni xatircəm edir ki, sən bağışlanmışsan, indi get görək nə istəyirsən, hara gedə bilirsən. Gözü biraz zirvələrədir ki, yapışmayla, demirəm, bağışlanmaq həmişə imamlar da istəyib. Amma ilk gündən Ramazan ayında deyir ki, sən bağışlanmışsan, davamlı bağışlanmaq istəyə bilərsən. Amma sənin nəhayət istəyin bu olmamalıdır.